Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Deməli, avtomobilin heç bir fərqi yoxdur. İstər bu Chevrolet Cruze olsun, istər digər avtomobillər olsun. Mövzumuz aşkar elədiyim nasazlığın aradan qaldırılmasından sonra sürücülərə bir balaca maarifləndirici bilgi verməkdir. Ona görə istəyirəm ki, bu mövzuda sizlə fikir bölgüsünü yaşayayım. Niyə görə? Çünki bu demək olar ki, istənilən sürücünün başına gələ bilər. Demək olar ki, indi bu dəqiqə bütün avtomobillərdə bu problemdir. Əsasən də hal-hazırda Yapon avtomobillərində, Mitsubishi-lərdə, Toyota-larda bu konkret problemdir. Heç olmasa Chevrolet bir balaca bu ilə yaşayır. Məsələ nədir? Məsələ birinci oksigen sensorunun nasazlığıdır. Biz ikinci oksigen sensorundan çox danışmışıq. Amma birinci oksigen sensoru barəsində mən məlumatı bilmirəm niyə bu qədər gecikdirmişəm, amma yəqin ki, indiyə qalmalı idi. İndi də paylaşıram. Deməli, nə demək istəyirəm? Birinci sizə birinci oksigen sensorunun iş diapazonunu göstərmək istəyirəm. Yəqin ki, bunu bilməyəniniz yoxdur. Mənim yanıma gələn bütün avtomobillərə mən bunu göstərirəm. Yəni, yanımda diaqnostika elədiyim avtomobillerin demək olar ki, 99%-də əgər belə bir nasazlıq çıxırsa, mən göstərirəm. Əgər bu geniş zolaqlı zond deyilsə, dar zolaqlı zonddursa, onun iş diapazonu 0,1 voltdan 0,9 volt arasında dəyişir. Yəni, bu oynaqlıq avtomobilin yanma kamerasında yanıcı qarışığın vəziyyətini dəyişməkdən ötürü oksigenin hesablanma miqdarını göstərir. Yadınızda saxlayın, benzin avtomobillərdə mən bunu nə qədər təkrar eləməkdən yorulmuram, amma siz də bunu qəbul etməkdən yorulmayın. Benzin avtomobillərdə avtomobilin yanıcı qarışığı daxil olan havanın miqdarına görə dəyişir. Yəni, yanacağın həcmi havaya görə dəyişir. Havanın həcmi yanacağa görə dəyişmir. Ona görə də sizin avtomobilinizin yanma kamerasının çıxışında, yəni çıxış kollektorunda. İndi ola bilsin ki, sizin avtomobilinizdə çıxış kollektoru bu tərəfdədir. İndi bu avtomobil bu sayaq qurulub deyənə daha rahatdır göstərmək. Çıxışında oksigen sensoru nə qədər oksigen yaxalayırsa, daha doğrusu onun rezervuarına nə qədər qaz daxil olursa, onun içindəki karbon qazının miqdarı, digər qazların miqdarı, məsələn NOx-in miqdarı nə qədər azdırsa, deməli ki, bir o qədər oksigenin miqdarı çoxdur. Və ona görə də mühərrikin idarəetmə bloku farsunkalar vasitəsilə benzini dozalaşdırır. Bunu qoyduq qırağa. İndi nə demək istəyirəm? Yoldaşlar, bu avtomobil gəlib, bunda həmin nasazlığı aşkarlamışam və beləliklə də bir neçə avtomobildə nasazlamışam. Axırda mən bunu çəkmək qərarına gəldim. Qoy bu ustalar üçün nümunə kimi olsun və belə şey eləmək olmaz. Hal-hazırda burada avtomobilin ön panelində yatan xarab zondu görürsünüz. Yəni, bu zond xarab zonddur. Səsindən də bilinir. Baxın. Gördünüz? İçindəki spiral dağılıb. Deməli, zond xarab olduğu təqdirdə burada biz oxuyuruq. Bizdə bizim kodlarımız da var. Halbuki bunu nə qədər anlatmağa çalışıblar. Bax, həmin avtomobildir. Kodları görürsünüz. Deməli, və usta çalışıb ki, bu avtomobili aldadıcı ilə birinci zondunu anlatsın. Deməli, oksigen sensorunun birincisini aldadıcı ilə aldatmaq qeyri-mümkündür. Ümumiyyətlə, mümkünatı olub-olmamağı mövzu deyil. Ümumiyyətlə, bu mövzuda heç danışmağa dəyməz ki, sən bunu aldatmağa cəhd eləyəsən. Ona görə də ustam, gələn dəfə yəni belə şey eləmə, bu yol verilməzdir. Niyə? Çünki biz ikinci zonda aldadanda nə olur? Deməli, görürsünüz bizim ikinci zondumuz. Bu avtomobil
Belə qurulub mən göstərə bilirəm. Bizim ikinci zondumuz çıxışda borunun üzərində yerləşir. Əgər biz bu aldadıcını ora bağlasaydıq, onda nahamarlıqları, həmin zondda olan nahamarlıqlar, yəni bu ikinci zondun göstəricisidir. Onun nahamarlıqları əgər bu vəziyyətə çatmışdırsa, yəni həqiqətən də avtomobildə katalitik element yoxdursa, artıq katalitik element olmayan avtomobilin ikinci zondun göstəricisi bu hala gəlir və biz onu aldatmaqdan ötürü, yəni Euro göstəriciyi qaldırmaqdan və çek işığının yanmamasından ötürü ona aldadıcı bağlayırıq. Aldadıcı elə bu sayaq bir şeydir. Belə bir şey bağlayırıq ki, bu nahamarlıqlar, yəni birinci zondun göstəricinə bərabər olan ikinci zondun nahamarlıqları bu hala düşsün. Ya göstərdiyim bu hala düşsün. Amma yenə də deyirəm, Euro 5, Euro 6 avtomobillərində bunu eləmək demək olar ki, mümkün deyil. Bu çox az gedir. İndi ola bilər də kimdəsə yaxşı tutub, yaxşı gedir, amma valla çox az gedir. Mən heç görməmişəm. Mən öz avtomobilimdə də sınaqdan keçirtmişəm, alınmır. Deməli belə. Bu nahamarlıqları hamarlaşdırmaqdan ötürü ora zond bağlamaq olar. Tamam, onu anlatmağa çalış. İndi siz təsəvvür eləyin ki, siz birinci oksigen sensorunun mühərrikin idarəetmə blokuna göndərdiyi bu korreksiyanı bu hala salırsınız. Və o sizin pedalınızın hər hansı bir reaksiyasından, çıxışından və yaxud da ki, çıxışda olan oksigenindən, çıxışda olan karbonundan, havanın miqdarından, giriş havası miqdarından asılı olmayaraq yalnız və yalnız bir göstərici göstərir. Və bunu mühərrikin idarəetmə bloku başa düşür. Mühərrikin idarəetmə bloku başa düşdüyü təqdirdə artıq qəza işığı yandırır. Gördüyünüz kimi orada nə qədər çek çıxardıb. Çek çıxardır və çek çıxartdığı təqdirdə artıq avtomobil qəza rejimində işləyir. Qəza rejimində işləyən avtomobil mühərrikin idarəetmə bloku tərəfindən bollaşma rejiminə keçir. Bollaşma rejiminə keçəndən sonra artıq avtomobil yerimir. Siz nə edirsiniz eləyin, avtomobil gedəsi deyil. Getməyəndə də artıq yenə də deyirəm, bollaşma rejimində olduğuna görə başlayır alışdırma şamlarının başını qaraltmağa. Alışdırma şamlarının başı qaralır və keçiricilik qabiliyyəti azalır. Müqaməti yüksələn şamlar artıq başlayır babini xarab eləyir. Babini xarab eləyəndən sonra siz düşürsünüz ziyana. İndi bir dənə zond almamaqdan ötürü bu boyda şeyi başlayırsınız sonra təmir eləməyə. İndi bu avtomobil də getmir. Yəni yerimir, yellənir, nə bilim, özünü yaxşı aparmır, çek yanır dərdi ilə gəlmişdi. Bilməm, bir-iki dənə yerdə göstərib qardaş da, bilməm niyə görə ustalar bunu gözdən qaçırdıblar. İndi məsələ odur ki, heç bir avtomobildə, istər bu Volkswagen olsun, istər Toyota olsun, istər Lexus olsun, Kia olsun, Hyundai olsun, Chevrolet olsun, hansı modeli istəyirsiniz götürün. Birinci zonda, birinci oksigen sensoruna heç nə bağlamaq olmaz. Ona heç bir tədbir görmək olmaz. Qidalanması olmalıdır və onun belə deyək də sağlamlığı bərpa olunmalıdır. Bu qədər. Eləməyin, belə şeylər eləməyin. Eləyəndə də belə deyək də eləyəndə də o həmin adamı qoymayın eləsin. Avtomobili kör qoymayın. Yolda qalmayın.